Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad olunmuş ərazilərə böyük qayıdış davam etdirilir. Bugün Ağdam rayonunun Kəngərli kəndinə 37 ailə, 153 nəfərdən ibarət növbəti köç kərvanı yola salınıb. Köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Çox qeyri-adi gəlir. Gedin Tərtər 4 yolundan Qucaqlıya dönürdün, Kəngəli gedə bilmirdi. İndi gedirsən, hər şey sərbəst, Laçınına, Şuşasına, Xan kəndinə, hər bir yerinə. Gedirsən, gəlirsən, adama bir qeyri-adi bir ləzzət eləyir. Çox şükür bu günlərə, çox şükür ki, bu günlərə gəldi, çıxdıq. Yenə deyirəm, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şükür Allahın böyüklüyünə biz gedirik qayıdışımıza, öz kəndimizə, öz elimizə, ovamıza. Azərbaycanın dəxili yoxdur, hər yeri bizim üçün də Qarabağımızdır, amma öz vətənimizə qayıdırıq. 32 ildir həsrət çəkmişik. Ağdamdan çıxanda mənim 30 yaşım vardı. İndi hal-hazırda 63 yaşında öz torpağımıza, öz vətənimizə gedirik. Mən prezidentimizə minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların səyağında biz torpağımıza qayıtdıq.